Mən Sadıqova Arzu Ələkbər qızı, Hindaq Musiqi Məktəbinin 34 ildir müəlliməsiyəm. Şəhid ailəsiyik biz. Anam deyir buradadır, yanımdadır. Məni bu günləri qərəzli formada məni Vəfa müəllimlə, Natəvan müəllim imtahandan kəsdi. Mənə sualları yağdıdılar, qoymadılar əsərimi damçalam, çitqamı eləyəm. Məni 7 dənə müəllim idi. Oradan, buradan o qədər mənə suallar verdilər ki, məni dondudular. Mən sizdən xahiş edirəm, ora mən qol çəkməmişəm. Məni gəlin ayrı o kəmsiyələrinə yox, ayrı kəmsiyələrin imtahanına keçir. Mən Məmmədova Salə İbrahim qızı, Ağdam rayonundan Qaşqın Köçkün evladıyam. Özümdə 22 ildir Hindaq Musiqi Məktəbində elə həm yaşayıram, elə oranda işçiyəm. Qərəzli şəkildə heç imkan vermədilər ki, əsərimi çalam, o cürə qanmama. Özüm də yəni özümə o qədər daviriyalı, heç həyəcanım da yox idi, dəm həyəcanım əlim tutdu, çala bilmədim. İmkan vermədilər, sualdan yağdırdılar, üstümə yalandan şayələr atdılar ki, sən bir belə dərs yükü. Amma faktdır mən bunu bilirəm ki, mən vəziyyətim nəzirədə yaxşı çala imkan verdim.